zaman seninle döyünür yüreğimiz. Qarabağ Azərbaycan igidləri qələbə əzmiyle fethedin zirvələri. Qarabağ Anımızsan, canımızsan. Bəs Qarabağ, nə etdin sən? Qarabağ, o nə möcüzə idi, o nə oyun idi, bu nə sevincidir, bu nə irəliləyiş idi, bu yaşıl meydanda nə sıçrayış idi birdən-birə Qarabağ. Bu sadəcə bir idman uğuru deyildi dostlar, bu bizim ruhumuzun, inamımızın, ilhamımızın, mübarizlik əzmimizin təntənəsi idi, bu tarixi zəfər idi Qarabağ yazdı dünən, o yaşıl meydanda. Söylesin Qarabağ, ey Qarabağ atları şaha qalxın meydanda. Həqiqətən, baxın, bizim marşımızda deyilən sözlər kimi ey Qarabağ atları və köhlən atlar, igidlər, mərd oğullar, əzimkarlar və yeni nəfəs qatanlar, bizim tarixi futbol tarixini dəyişənlər və təbii ki, burada bir ad çəkəcəyik, duruşuyla, istər qələbiyə belə öz yanaşmasıyla və meydana yaraşmasıyla seçilən Qurban Qurbanov və onun komandası. Haydi haydi ileri, çık kazan zaferleri, es geç rəqibləri. Qarabağ. Biz Qarabağımıza bundan sonra da daim uğurlar arzulayırıq və dostlar, Qarabağ atları və Qarabağın adı bizim həyatımızın əsas isminə çevrilsə də, dünən həqiqətən də təqvimdə məhz Qarabağın günü idi. Çünki həmən o köhlən atlar ki deyirik, Qarabağ atları deyirik, şahəyə qaldan və dünyaya meydan oxuyan, dünyada ad tanınan Qarabağ atları dünən Qarabağın özündə bir şov göstərirdi ki, dünyanın gözü də, ürəyi də, diqqəti də bizimlə idi. Və bunu mərkəzdə izləyən Azərbaycan Respublikasının prezidenti və onun Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı idi. Dünən sözün hər mənasında Qarabağın günü idi və bundan sonra da hər zaman Qarabağın günü olacaq. Çünki biz dünyaya sübut etdik ki, Qarabağ bərabərdir, qələbə, başqa yolu yoxdur. Çık kazan zaferleri, es geç rəqibləri.